Salam əziz şagirdlər. Bugün sizə 7 aprel 2024-cü il 9-cu sinif riyaziyyat buraxılış suallarının izahını verəcəm. Kanala abunə olmağı unutmayın. Əvvəlki illərin buraxılış suallarının izahları hamısı kanalda var. Girib videoları izləyə bilərsiniz. Başlayaq 61-ci sualdan. Deyir, A çoxluğu 1, 2, 3, 5, 8, B çoxluğu 2, 3, 4, 5, 7, 9 olarsa A birləşmə B-ni tap. Çoxluğun birləşməsi nə idi? Çoxluğun birləşməsi bütün elementlərdən təşkil olunmuş çoxluğu idi. Ona görə bütün elementləri yazsaq 1, 2, 3, 4, 5, 7, 8, 9. Bütün elementlərin birləşməsi idi. Deməli, doğru cavab C variantı. 62-ci suala keçək. Deyir, OX oxuna nəzərən M-3, 5 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tap. OX oxuna nəzərən deyəndə bizim qaydamız var idi. Deyirdik, X-i hansı oxa nəzərən deyirsə, həmən nöqtə qalır, digəri əksinə dəyişir. Onda olacaq, X-ə nəzərən dediyinə görə X qalacaq, Y-i əksinə dəyişəcək. M-3, M-5. Cavab C variantıdır. Bunu koordinat müstəvisində də göstərmək olar. Y-X. Deməli, X-in M-3-ü buradadır. Təxminən X-in M-3-ünü burada götürək. Y-in 5-i də ki, bura olsun. Həmən nöqtə buradadır. Bu M nöqtəsi. İndi X-ə nəzərən simmetrik dediyinə görə, bu X oxu bu oxdur. Bu oxa nəzərən simmetrik deyəndə biz bunu bu üzrə aşırsaq, deməli, bu nöqtə X-in nöqtəsi yerində qalır. Y-i 5-dən M-5-ə. Yəni, bura Y-in M-si olduğuna görə M-5-ə gəlir. Həmən nöqtə bu nöqtə olur. Bu nöqtənin koordinatı da X M-3-dür. Y yenə M-5-dir. Yəni, belə də göstərə bilərsiniz. 63-cü suala baxaq. Deyir, koordinat müstəvisində çəkək. Koordinat müstəvisində A nöqtəsi M-2-3-dür. X-in M-2-si təxminən bura olsun. Y-in 3-ü də bura olsun. Bu nöqtə olsun bizdə A nöqtəsi. Bu nöqtəyə A deyəcəyik. X-in 4-ü, Y-in 3-ü. X-in 4-ü təxminən bura olsun. Y-in 3-ü də elə eynən yerində. Bu nöqtə olacaq B nöqtəsi. Sonra C nöqtəsi 4 M-3. Yenə X-in 4-ü, yəni birinci nöqtə X idi, ikinci nöqtə Y idi. Y-in də M-3-ü bura olsun. Deməli, bu nöqtə olacaq C nöqtəsi. Və D təpə nöqtəsinin koordinatını tap. Bizə burada deyirdi ki, ABCD kvadratdır. Onda biz baxıb bu nöqtəni birləşdirsək bura, onda D nöqtəsi bura olmalıdır. Niyə? Çünki bizə kvadrat deyirsə, burada bir dörbucaqlı almalıyıq da. Onda hazır elə D nöqtəsinin koordinatı görünür də burada. D nöqtəsinin bura M-2 idi, burada M-3 idi də. Deməli, D nöqtəsinin koordinatları nə olacaq? X-i, birinci X yazılır, ikinci Y yazılır. Y M-3. Deməli, D nöqtəsinin koordinatı cavab olacaq M-2, M-3. Cavabımız Y variantı. Sonra keçək 64-cü suala baxaq. Sadə tənlikdir, bir tənliyini həll edin. 2002 çıxılsın 1002x bərabərdir 1000-ə. Bilirik də buradan 1002x-i tapmaq üçün 2002-dən 1000-i çıxmaq lazımdır. 2002-dən də 1000-i çıxanda qalacaq yenə 1002. X-i tapanda 1002-ni də 1002-yə böləndə 1. Doğru cavab 1, Y variantı. 65-ci sual. Deməli, bir açıq bucaq verib AOB, COOD. Şuaları sıxıb. Deməli, AOC bucağı deyir, COD bucağına bərabərdir. Bu da DOB bucağına bərabərdir. Biz bilirik ki, bu açıq bucaq 180 dərəcədir. Deməli, bunların üçü də bir-birinə bərabərdirsə, 180-ı 3 yerə bölsək, hər birinə 60 dərəcə düşür. Və bizdən istədiyi bu COD bucağı buradır. Deməli, COD bucağı olur 60 dərəcə. D variantı. Doğru cavab D variantı olur. 66-cı sualda. Sadə sualda deyir ki, 3 vurulsun, mötəricədə 3 çıxılsın X, bölünsün 4 vurulsun, X çıx 3. Kəsini ixtisar edin. X çıxla 3 çıx X bunlar əks ədədlərdir deyə. Bunlar ixtisar getsə, biz qarşına atacağıq, mənfi atacağıq. Deməli, cavabımız olacaq mənfi 4-3. Mənfi 4-3 A variantı olur. Deməli, keçək 67-ci suala baxaq. Uşaqlar, əgər hansısa sualın şəkildə biraz yaxşı düşməyib, bunun PDF-i
nəyisə başa düşməsəz, rəy bölmələrində fikrinizi yaza bilərsiniz. Çalışdığım qədər misalı ilə özün köçürəcəm ki, tam rahat görə biləsiniz misalları. Mənfi 2 vurulsun modulda mənfi 3, üstəgəl mənfi 1 üstü 7 vurulsun mötərizədə modulun içində mənfi 2 çıxılsın 2. Misal belədir. İfadəsinin qiymətini deyir hesablayın. Bilirik ki, moduldan müsbət çıxırdı. Mənfi 2-dən 2 çıxdı, mənfi 3-dən 3 çıxdı. Üstəgəl mənfi 1 üstə 7. Bu tək dərəcədən bizə elə mənfi 1 verir, vurulsun. Tək dərəcəsə mənfi olur, cüt dərəcəsə müsbət olur. Bu modulda mənfi 2-dən 2 çıxacaq. Çıxılsın, burada da bir dənə 2 var idi. 2-dən 2 çıxdıq, 0-a getdi. 0-ı mənfi 1-ə vuranda, yəni bura obşe 0-a getdi. 2-ni də 3-ə vuranda 6, 6-nın da üzərinə 0 gələndə elə cavab olur 6. Doğru cavab olur A variantı. 68-ci suala baxaq. 68-ci sualda faizlə ifadə etdirir. Faizlə ifadə edəndə bilirik 100-ə vururuq da. 20-də 17-ni faizlə ifadə etmək üçün 100%-ə vursaq, 20 ilə 100 gedir, 5 qalır. 5-i də 17-yə vuranda cavabımız olur 85%. Doğru cavab B variantı. 69-a baxaq. Deyir ki, məsələdir. Kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Kitab, dəftər, qələm. Bunların birlikdə qiyməti 16 manatdır deyir. Sonra hər birinin qiyməti 2 manat bahalaşsa, yəni kitabın qiyməti 2 manat bahalaşdı. Dəftərin qiyməti 2 manat bahalaşsa. Sonra qələmin qiyməti 2 manat bahalaşsa. İndi soruşur ki, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar? Deməli, kitab, dəftər, qələm 16 manat etsə, hərəsi də 2 manat bahalaşıbsa, ümumi 6 manat bahalaşıb. Yəni 16-nın üzərinə biz 2, 2, 2, yəni 6-nı gələcəyik. Onda cavabımız neçə olacaq? 22 manat olacaq. Yəni şifahi də demək olardı. Cavabımız doğru cavab D variantı olur. Sonra keçək 70-ci suala. Hələ ki, suallar sadədir, yəni çətin suallar yoxdur. Baxaq, görək digər necə suallar olacaq. Deyir ki, 2 ardıcıl tam ədədin hasili bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 34 vahid kiçikdir. Deməli, uşaqlar, ardıcıl ədədlər x götürsək, x plus 1 belə davam edir. X plus 2, x plus 3. İndi bizə deyir ki, 2 ardıcıl tam ədədin hasili, yəni bunların hasili sonra gələn 2 ardıcıl tam ədədin hasilindən, yəni bunların hasilindən 34 vahid kiçikdir. Deməli, bu bunlardan kiçikdir. Ona görə bu kiçikdirsə, biz kiçiyin üzərinə gəlirik ki, çoxa nə olsun? Bərabər olsun. Bunu da vurub açanda mötərizəni x-i x-ə vursaq, x kvadrat, x-i 1-ə vursaq, x, üstəgəl 34 bərabərdir. Bunu da vurub açanda x kvadrat, üstəgəl 3x, üstəgəl 2x, üstəgəl 6. X kvadratlar eynidir, bərabərliyin sağ solunda ixtisar getdi. 3x, 2x, 5x, 5x-dən x çıxanda 4x. Buradan da 34-dən 6-nı çıxanda, 6-nı sola keçirəndə 34-dən 6 çıxanda 28, x-imiz olur 7. Soruşur, bu ədədlərdən ən kiçiyini tap. Ən kiçiyi onsuz da elə x idi, x-i də elə tapmış olduq. Deməli, cavab Y variantı. 71-ci suala baxaq. 71-ci sualda uşaqlar şəkli çəkək. Biraz yaxşı görünmür, mən şəkli çəkəcəm özüm burada ki, rahat görə biləsiniz. Deməli, belə bir fiqurdur. Bura M-dir, bura Y-dir, bura O nöqtəsidir, bura N nöqtəsidir, bura F nöqtəsidir. Deyir, MN və YF O nöqtəsində kəsişərək yarıya bölünürlər. MY 9-dur, bura 9-dur. MN 16-dır. Uşaqlar, bura 16-dırsa, bunlar O nöqtəsində yarıya bölünürlərsə, 8-8 bölünməlidir. YF 10-dursa, yarıya bölünürsə, deməli 5-5 düşməlidir. Və bizdən soruşur NOF. Baba, bu üçbucağın perimetrini deyir, tab. Üçbucaq NOF-in perimetrini istəyir. İndi biz, təbii ki, biz bu tərəfi gərək tapaq ki, bu tərəflər var. Bura 5-dir, bura 8-dir, bu lazımdır bizə. NF lazımdır. NF-i necə tapa bilərik? NF-i üçbucaqlarla da demək olar. 8-5, 8-5, bu tərəf 9, elə burada 9 olacaq. Belə də demək olar. Y-ni birləşdirsək, buradan da MF-i birləşdirsək. Deməli, uşaqlar, burada diagonallar kəsişmə nöqtəsində yarıya bölünürsə, bu bir dörd bucaqlıdır. Yəni, bura bir parallelogram demək olar.
Qarşı tərəflər də bərabərdir. Onda bura 9-dur, demək burada 9-dur. Belə də demək olar. Onda üçbucağın perimetri, NOF-in perimetri nə olacaq? 9, 8, 5. Bunların cəmi. Deməli, bunu da cəmləyəndə 17, bu da 5, 22. Bəli, düzgün cavab B variantı olur. Sonra 72-ci suala baxaq. Bu da sadə sualdır. İki kitabın qiyməti 78 manatdır. Biri o birindən 5 dəfə bahadır. Birini x götürsək, digəri 5x olar. 5 dəfə baha. Dəfə deyəndə vururduq. Və bunların ikisinin qiyməti 78 manatdırsa, 6x-imiz 78-sə, x-imiz olur 13. Ucuz kitab neçədir? Elə ucuz kitab x idi. Elə x-i də tapmış olduq. Doğru cavab A variantı. Sonra keçək 73-cü misaldan başlayaq. 73-dən davam edək. 73-cü sualda bildiyimiz müxtəsər vurma düsturları. 53-ün kvadratı çıxılsın 13-ün kvadratı, bölünsün. Misal köçürürəm təzədən 40-ın kvadratı çıx 26-nın kvadratı, üstəgəl 66 vur 56. Deməli, kəsirin qiymətini hesabla. Surət kvadratlar fərqidir. Bir çıxmasını yazırdıq, bir toplamasını. 53 çıxılsın 13, vurulsun 53 plus 13. Aşağıda 40 çıxılsın 26, 40 plus 26. Davam edək. Üstəgəl 66 vurulsun 56 da misalın özündə. 53-dən 13 çıxanda 0, 40. 53-ün üzərinə 13 gələndə 66. Bölək. 40-dan 26 çıxanda neçə edər? 14. 40-da 26, 66. Deməli, uşaqlar, məxrəcdə qaldı 14 vur 66. Üstəgəl 66 vur 56 da misalın özündə idi. İndi burada da görürsünüz, ortaq 66'lar var. Ortaq 66'ları mötərizə xaricinə çıxarsaq, qalar mötərizənin içində 14 plus 56. Bəs bu bizə nə verəcək? Buradan da 66'lar gedər ixtisar, surətdə 40 qalar, məxrəcdə 14 ilə 56'nın cəmi 70 edər. Sıfırlar da, yəni ona bölsək hər tərəfi 7-də 4 qalar. Cavabımız olacaq 7-də 4. 7-də 4 də ki, orada C variantı da doğru cavab. Bəli, 7-də 4 C variantı. 74-cü sualdan baxaq. 74-cü sualda bu da elə sadə sualdır. Bildiyimiz 8 saata 480 km yol gedən kater həmin sürətlə 6 saata nə qədər yol gedər? Bilirik V bərabər S böl T düsturu. Surəti tapmaq üçün gedilən yolu zamana bölmək lazımdır. Onda 480 km bölməliyəm 8 saata ki, hansı sürətlə getdiyini tapım. 480-ı 8-ə böləndə deməli 40 dəfə düşür də 60 dəfə. 60 km bölü saat. İndi bizə deyir ki 6 saata nə qədər yol gedər? Yəni S istəyir yolu. S-i tapanda buradan V-ni T-yə vururuq da. Sürəti zamana vurmaq lazımdır. Deməli həmən sürətlə, yəni 60 vurulsun 6 saata dediyinə görə T-nin yerinə yəni 6 yazacaq. 60-ı da 6-ya vuranda cavabımız olacaq 360 kilometr. Deməli doğru cavab D variantı. 75-ci sual. 75-ci sual maraqlı sualdır. Qarşılıqlı sadə ədədlər deyir. A plus 5 ilə B. Əkobu 420-dir. Deməli yazırıq əkob A plus 5 ilə B-nin əkobu 420-dir. Və bizə burada bir də şərt də verib. AB plus 7B-imiz 450-dir. Uşaqlar, onda belə deyək də, qarşılıqlı sadə ədədlərin əkobları onların hasili olurdu. Ona görə A plus 5-i vuraram B-yə, 420-yə bərabər edərəm. Mötərizəni vurub asarıq. A vur B, üstəgəl 5B bərabərdir 420-yə. Və bu ifadə də verilib də bizə. Bunu da bunun altında yazsaq. A vur B, üstəgəl 7B bərabərdir 450-yə. Belə bir tənlər sistemi alarıq. Buradan da tərəf-tərəfə aşağıdan yuxarı doğru çıxaq ki, mənfi getməsin. AB-lər gedər. 7B-dən 5B, 2B. 450-dən 420 çıxanda 30. B-imiz oldu 15. İndi bizdən B-ni istəyir. Elə B-ni də tapmış olduq. Doğru cavab D variantı. 76-cı suala keçək. 76-cı sualda maraqlı sualdır. Deməli, bir çevrə verilib. Çalışdığım qədər şəkilləri özüm çəkirəm ki, biraz şəkil PDF-də yaxşı düşməyib.
Bura A nöqtəsidir, bura B nöqtəsidir, bura C nöqtəsidir. Bax, bura bu bucaq 30 dərəcə verib, bu bucağı 24 dərəcə verib və bura mərkəz O nöqtəsidir və bizdən nə istəyir? BAC. Bizdən istədiyi bucaq bax buradır. Deməli, uşaqlar, buna bir alfa deyək də, bizdən alfanı istəyir, BAC. Biz bilirik ki, çevrədə daxilə çəkilmiş bucaq söykəndiyi bu qövsün yarısıdır. Deməli, bura neçə alfadır? 2 alfadır. Bu isə mərkəzi bucaqdır. Mərkəzi bucaqdır. Elə söykəndiyi qövsə bərabər idi. Deməli, burada 2 alfadır. İndi burada 3 bucaq qaydası var idi. Belə bir 3 bucağımız üçün bir qayda var idi. Bura alfa idisə, bura beta idisə, bura bir gamma idisə, bura bir x olanda. Deyirdik ki, bu x bu alfa plus beta plus gammanın cəmidir. Bu hardan gəlirdi? Bu xəttləri uzatmaqla olurdu. İndi vaxt yoxdur, ona qədər isbatını verim sizə. Yəni, əsas siz bu qaydanı bilin. Buradakı bucaq onların cəminə bərabər olur. Burada da eynən. Onda belə çıxır ki, bu içəridəki bucaqların cəmi bizə bu ortanı verir. İçəridəki alfadır, 24-30'dur. Alfa 24-30 cəmi bərabər olacaq bu ortaya, 2 alfaya. Buradan da elə hazır 2 alfadan alfa çıxanda alfa, 34 ilə də 24 ilə də 30'un cəmi 4, 54 dərəcə. Deməli, bizdən istədiyi bucaq oldu 54 dərəcə. Cavabımız 54 dərəcə. Keçək 77-ci suala. 77-ci sualda maraqlı sualdır. Həqiqətən də burada 3 sual deyərdim ki, hələ ki bu işlədiyimiz sualların içində ən yaxşı suallardan biridir. Deməli, belə bir funksiya verilib. Bura 1'dir, burada 1'dir. Bunu mən uşaqlar 2 cür sizə izah verəcəm. Çalışın belə sualları çox dərindən öyrənməyə çalışın ki, hər dəfə demək olar ki, bu parabolalara aid sual düşür 9-cu sinifdə. Deməli, deyir ki, y bərabərdir ax kvadrat plus bx plus c. Kvadratik tənliyə əsasən, funksiyasının qrafikinə əsasən a plus b plus 3c-ni deyir tap. İlk növbədə biz c-ni təyin edək. C-ni təyin etmək rahat idi. Y-i kəsilən nöqtə ilə c idi. Bu ilə c-si 1'dir bunun. Bu rahatdır. Qaldı bəs A-nı B-ni necə? A ilə B-ni cəmi lazımdır bizə. A ilə B-ni. Baxın uşaqlar, bura təpə nöqtədir. Bura təpə nöqtə. Bunun x-i 1'dir. X-i 1'dir. X 1'dirsə, deməli bunun y-i nə? 0'dır. Gətirib burada. Y-i niyə 0 olur? Çünki baxın, bu təpə nöqtəsinin x-i m-i yəni 1'dir. N-i də ki, koordinat başlanğıcına gəlir də 0'dır. Onda bu gətirib burada yerinə qoysaq, y-ə 0 versək, 0 bərabərdir. X-ə 1 versək, a vurulsun 1'in kvadratı üstə gəl, b vurulsun 1. C-miz də məlumdur, 1 tapmışıq. Buradan da elə hazır a plus b-ni tapanda 0'dan 1 mənfi 1. Elə birbaşa a plus b-ni mənfi 1 tapa bilirik. A plus b-miz mənfi 1'dir, c-miz də ki 1'dir. Bizə də deyir ki, a plus b plus 3c-ni tap. A plus b-miz mənfi 1'dir, c-miz 1 idi. Mənfi 1 plus 3 cavabımız olur 2. Deməli, bunun doğru cavab 2 olur. Qaldı ki, bunun başqa cür, indi biz burada a plus b-ni birbaşa tapdıq da, ayrı-ayrıqda bəs a-nı b-ni necə tapa bilərik? A-nı b-nin tapılmasını da mən sizə burada başqa bir formada sizə bir misal göstərim. A-nı b-ni necə tapa bilərsiniz? Tutaq ki, deyirəm, belə bir parabol olsun. Bunun tutaq ki, eni mənfi 2 olsun. Bunun da bu təpə nöqtə burası da tutaq ki, 2 olsun. Burada 2 olsun. Burada 3 olsun. Tutaq ki, özümdən bir misal yazdım. Bu təpə nöqtə buradır. X-ə doğru gələnə m deyirdik biz. Bu təpə nöqtə. Funksiyanın təpə nöqtələri nə idi? Funksiyanın burada əyildiyi nöqtə. Bu funksiya burada əyilib təpə yaradıb. Ona görə təpə nöqtələri deyirlər. X-ə doğru gedənə m deyirik. Y-ə doğru gələnə n deyirdik. Və y harda kəsilib? Y 3-də kəsilibsə, bunun x-i nə olub? 0 olub. Bax, bu şərtləri yazandan sonra, biz y bərabərdir a vurulsun x minus m-in mötərizə kvadratı plus n. Bax, burada gətirib yerinə qoyuruq, a-nı tapa bilirik. İndi y-imiz burada 3-dür, a-ımız a-nı tapıram, x-im 0-dır, m-im 2-dir, kvadrat, n-imiz də mənfi 2-dir. 0-dan 2 mənfi 2 kvadrat 4'dür. 4 açıq 2'miz 3'dürsə, deməli buradan 4 ayımız
5 olur. A'mız da olur 5 bölü 4. A-nı bax belə təyin edə bilirəm. A oldu 5 bölü 4. Qaldı ki, B-ni necə təyin edərik? B-ni də təyin etmək M bərabərdir. Mənfi B bölü 2 üstürü ilə tapırıq. M-imiz 2-dir. Mənfi B bölü 2 vurulsun A. A-nı da 4-də 5 tapdıq. Bunlar gedir, burada 2 qalır. Mənfi B bərabərdir. Burada 5 bölü 2 qalıb. Burada da 2 qalıb. 5 bölü 2-ni də 2-yə vuranda B-imiz olur mənfi 5. İndi bunu özümdən mən yazdım misal, nümunə kimi sizə. Belə suallar çox düşür imtahana. İndi deyərsiniz, mən bəs bu sualı da bu formada yaza bilərik. Əlbəttə ki, yaza bilərik. İstəyirsiniz bu misalda da A-nı B-ni gəlin təyin edək. Bu misalda M-imiz 1-dir. Təpə nöqtə N-sı yoxdur da, Y-ə görürsünüz. Bura M-dır. Buradan koordinat başlanğıcına N-sı N-i yəni 0-dır. Y 1-də kəsilib, deməli X nədir? 0-dır. Yenə də Y bərabər A vur X minus M-in kvadratı plus N. Yenə şərtləri yerinə qoysaq 1 bərabərdir A vurulsun. X-imiz 0-dır, M-imiz 1-dir. Bunun kvadratı plus 0. N-imiz də 0-dır. Mənfi 1 kvadrat 1. A-nı 1-ə vurduq A. A-mız 1-dən də 0 çıxdıq 1. A-mız oldu 1. Deməli, bu misal üçün A-mız 1 imiş. Qaldı ki, B-dəki M bərabərdir. Mənfi B bölü 2A ilə tapırıq. M-imiz 1-dir. Mənfi B bölü 2A. 2 vurulsun 1. Buradan da mənfi B bərabərdir. 2-ni 1-ə vursaq 2-dir. B-imiz olur mənfi 2. Bizdən də orada A ilə B-nin cəmin bayaqlar yadınızdadırsa, mənfi 2 plus 1, mənfi 1. Biz birbaşa A plus B-ni mənfi 1 tapmışdıq bayaq yerinə, bu funksiyanı yerinə qoymaqla. Amma biz A-nı B-ni ayrılıqda tapa bilməmişdik. Ona görə deyirəm, bu üsulu bilin ki, A-nı B-ni ayrılıqda sizə lazım ola bilər. Ona görə belə də tapmağı öyrənin. Deməli, 77-ci sualda da cavabımız bayaq tapdıq. 2 oldu. Keçək 78-ə baxaq. 78-ci sualda deyir, yolun 16-9 hissəsini təmir etdikdən sonra ümumi yolu biz gəlin X qəbul edək. Bunun 16-9 hissəsi təmir olunubsa, 16-9 X-i, yəni təmir olunubsa, təmir olunmamış nə qədər qalıb? Təmir olunmamış 16-da ümumi 16-16-dır da maksimum. 16-16-dan çıxarıq 16-9 X-i. Deməli, təmir olunmamış 16-da 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 7X olar. Və 77 kilometr təmir olunmamış qalıb. Yəni, biz bunu 77-yə bərabər edərik. Bu da sadə tənlidir də, tənasibdir. 7X-i tapanda 16-nı 77-yə vurmaq lazımdır. 7 ilə 77 ixtisar gedər 11 qalar. X-i tapanda 16-nı da 11-ə vuranda cavabımız olar 176. 78-ci sualda da cavab olur 176. Deməli, davam edək 79-cu sualdan. 79-cu sualda ölçüləri deyir 6, 8, 10 olan düzbucaqlı paralelletin həcmini tapın. Ümumiyyətlə, düzbucaqlı paralelletin həcmi üçün düstur bilirik də V bərabərdir. A vur B vur C-dir. Ölçülər də yer verib 6 vur 8 vurun. Cavabımız olacaq 480. Sonra 80-cı sual maraqlı sualdır. Yazıb mənfi A çıxılsın 3x bölünsün 2 kiçikdir. Mənfi 1 bərabərsin həllər çoxluğu mənfi 4 müsbət sonsuzluğu olarsa A-nı tap. A-nı istəyir. Deməli uşaqlar, baxın, buradan bilirik hər tərəfi 2-yə vuraq ki, məxrəc azad olsun. Hər tərəfi 2-yə vuranda onda olacaq. Bu mənfi kəsirin qarşısında deyil, A-nın qarşısındadır. Mənfi A çıxılsın 3x kiçikdir. Hər tərəfi 2-yə vuranda mənfi 1 2-yə vursaq mənfi 2. Deməli, mənfi 3x kiçikdir. Mənfi A sağa müsbət A kimi keçər. A burada da çıx 2-dir. Hər tərəfi mənfiyə vursaq, işarəni dəyişsək, onda olacaq 3x böyükdür. Mənfiyə vuranda bunun əksi olurdu. 2 minus A olur. X də böyükdür. 2 minus A böl 3-ə. Deməli, x-i tapdıq, bax belə. İndi biz x-imiz böyük olanda deyirdik, bundan həmən ədəddən müsbət sonsuzluq götürürdük. İndi bizə də deyir ki, mənfi 4 müsbət sonsuzluqdur. Onda belə çıxır ki, bu ifadəni mən mənfi 4-ə bərabər edib A-nı tapa bilərəm. 2 minus A böl 3 bərabərdir mənfi 4-ə. Deməli, buradan 2 minus A-mız olur. 3-ü mənfi 4-ə vuranda mənfi 12. Buradan da A-nı tapanda mənfi 12 sola keçir. Deməli, müsbət 14 olur. Cavabımız olur 14. 81-ci suala baxaq. 81-ci sual. Sadə sualdır bu. Yazıb 9 üstü 2-də 1 üstə gəl. 0,25 üzərində mənfi 1 üstə gəl 32 üstü 0,6.
Ümumiyyətlə, buradakı ədədlərin hər birin bu məxrəcə uyğun qüvvətə fikirləşin. Məsələn, 9-dan 2-nin nə əlaqəsi? 9 yaz 3-ün kvadratı kimi. Üstündə 2-də 1. 0,25. %25 ümumiyyətlə 4-də 1 deməkdir də bu. %25, 25-ə ixtisar gedəndə 4-də 1. 4-də 1 üstü mənfi 1. 32-də 2 üstü 5-dir bilirik. Üstündə 0,6. Baxın, bunu nəyə görə deyirdim? Bu məxrəcə görə qüvvətə yüksəldim. Çünki bu qüvvətə vurulurdu axı. 2-ni 2-də 1-ə vuranda 2-lər getdi, qaldı 3 üstü 1, yəni 3. 4-də 1 üstü mənfi 1. Bəs bu mənfi 1 nə deməkdir? Mənfi 1 ümumiyyətlə bu ədədin tərsi deməkdir. Üstündəki mənfi varsa bunun tərsini yazın. 4-də 1-in tərsi yəni 4. Niyə elə olur? Çünki A üstü mənfi 1 bizə 1/A verir axı. Yəni onun tərsini verir. Ona görə. Bu 5 də 0,6-ya vurulur. 3 edir də 5-i 0,6-ya vurulur. 3, 4, 7, bu da 8. Cəmləyəndə cavab olur 15. 81-ci sualda da cavab oldu 15. Keçək 82-ci suala. Deməli, bu suallarda çox diqqətli olun. Ətraflı yazıdır. Bunlar sizə çox bal verir. Çalışın ki, bu sualları yazanda geniş, izahlı şəkildə yazasınız. Deməli, başlayaq 82-ci sualda. Şirkətin deyir, mühafizə işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı növbədə dayanır. Deməli, yazaq Namiq, Qurban. Sonra nə deyir? Namiq hər saata 30 manat, Qurban isə hər saata 45 manat pul qazanır. Bu iki işçi bir sutka ərzində ümumilikdə 14 saat növbədə qaldıqlarına görə cəmi 510 manat əldə edirlər. Namiq gün ərzində neçə saat növbədə dayanır? Məsələni tənələr sistemi qurmaqla həll edin. Uşaqlar, bir dənə sual 100% bu tənələr sisteminə aid sual düşür. Özdə topluya aid tipdə suallar olur. Ona görə məsləhət görürəm hər biriniz topludakı o tənələr sisteminin məsələlərini işləyəsiniz. Bu sualların topluda suallar, oxşar suallar var. Deməli, uşaqlar, Namiq gündüz smen işləyir, belə deyək də, Qurban gecə smeni. Bu neçə saat işləyir Namiq bilmirəm. Tutaq ki, x saat Namiq işləyirsə, Qurban da y saat işləyirsə. Bunlar bir sutka ərzində 14 saat növbədə dayanırsa, yazaram x plus y bərabərdir 14-də. Yəni bunların ikisinin işlədiyi saatı bizə 14 saat verib bir sutka ərzində. Bəs bunların nə qədər pul qazanırlar? Burada deyir ki, Namiq hər saatda 30 manat. Əgər Namiq hər saatda 30 manat pul qazanırsa, Qurban da 45 manat pul qazanırsa, bunların ümumi qazandığı pulu tapmaq üçün onun bir saatda 30 manat qazanıbsa, bəs neçə saat işləyib bilmirdik axı. X saat Namiq işləyib, Y saatda Qurban işləyib. Tutaq ki, Namiqin qazandığı pulu biz tapmaq üçün onun işlədiyi saatın hər saatda neçə manat pul aldıb ona vurmalıyıq ki, ümumi qazancını tapa bilək. Ona görə 30-u vuracam x olacaq 30x. Yəni Namiqin qazancı üstə gəl, Qurbanın qazancı da 45-i vuracam y-ə, 45 manat pul qazanır, y saat işləyir və bu qazandığı ikisinin bir yerdə pul 510 manatdır. Belə bir təyinlər sistemi aldıq. Bizə rahat olsun deyə biz yuxarını 30-a vursaq ki, bu 30-a vuranda nə olacaq yuxarını? 30x, 30y-ə vursaq 30y, 30-u 14-ə vursaq 520. Belə bir təzədən təyinlər sistemi. Biz bu aşağıdan yuxarı doğru yenə çıxaq. Çıxanda 30x-lər getdi. 30 bəli. Aşağına 30x, bəli. Üstə gəl 30y bərabərdir 520-yə. Burada 520 yox. 30 14-ə vuranda 420. İndi yuxarıdan aşağı doğru çıxaq da ki, mənfi olmasın. 45-dən 30 çıxanda 15y. 5 sonundan da 420 çıxanda 0. 11-dən 2 9. 90. Y-imiz də oldu 6. Y Qurbanın işlədiyi saat idi. Bizdə nə istərdi? Namiq gün ərzində neçə saat işləyir? Namiqin işlədiyi x götürmüşdü. Elə bir Y-imiz 6-dırsa uşaqlar. Bayla burada gətirib Y-in yerinə 6 qoyanda x plus 6-mız 14-dürsə, x-imiz 8-dir. Deməli 8 saat Namiq işləyib, 6 saatda Qurban işləyib. Bizdən Namiqin işlədiyinə görə cavabı 8 götürürük. Keçək 83-cü suala baxaq. 83-cü sualda ABCD paralelogramıdır. Paralelogramı çəkək, ABCD paralelogramı. ABCD paralelogramın A bucağının tən böləni BC tərəfini B nöqtəsindən başlayaraq, A bucağının tən böləni dediyində bura alfadırsa, burada alfadır. BC tərəfini 3-2 nisbətdə, 3x, 2x deyək, nisbətdə bölür.
AB-ni bizə 18 verir və bizdən paralleloqram perimetrini istəyir. Bu tipdə də suallar topluda çox işləmişik. Yəni biz deyirdik ki, paralleloqramın qarşı tərəfləri paraleldir axı. 2 paralel düz xəttdir. 3-cü düz xətt kəsirdisə, deyirik çarpaz bucaqlar əmələ gəlir. Yəni baxın Z hərfi. Deyirik çarpaz bucaqlar əmələ gəlir. Bunlar bir-birinə bərabər olur. Onda da elə paralleloqramda baxın, bu BC elə AD-yə nədir? Paraleldir də. Paraleldir. Onda bu və bu. Bu düz xətt bunları neyir? Kəsir. Onda görürsünüz burada Z hərfini gördünüzmü? Z hərfi. Onda bura alfadırsa burada alfadırmı? Onda burada bir üçbucaq yarandı. Bərabər yanlı üçbucaq. Bərabər yanlıdırsa, bura 3x-dir. Deməli, burada 3x-dir. Buranın da bizə 18 veribsə, onda 3x-imiz 18-dirsə, x-imiz 6-dır. Və bizdən soruşur paralleloqram perimetrini tap. Onda 3x, 2x cəmi 5x-dir. X-i də 6 tapmışıqsa, 5-i 6-ya vursaq aşağı 30 olar. Ümumi perimetr istəyir. Ümumi perimetr 2 vurulsun, A plus B idi. A-yımız 30-dur, B-yimiz də ki 18-dir. 30-dan 18 cəmləndə 48, 2-yə vuranda 96. Cavabımız 96 olur. Keçək 84-cü suala baxaq. 84-cü sualda uşaqlar. Deməli, düzbucaqlıdır. Bu düzbucaqlısı formasında olan çərçivənin perimetri 52-dir. Çərçivənin hər tərəfdən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi. Bax, bu içəridəkinin sahəsini verib. 2 cm çöldəki çərçivədən ayırıb, içəridə yeni bir çərçivə alıb. Yuxarıdan da 2 cm, görürsünüz, aşağıdan da 2 cm buraxır. Və bizə ümumi ABCD-nin perimetrini 52 verib. Düzbucaqlıdır. Perimetr 2 vur A plus B-dir də. Yazaraq 2 vur A plus B-imiz bizdə 52-dir. Hər tərəfi 2-yə bölsə A plus B-imiz neçə olar? 26 olar. İndi qulaq asın burada. İndi bizə bu aşağı içəridəkinin sahəsinin 84 veribsə, onda belə deyək də uşaqlar. Və içəridəkinin sahəsi tərəfləri neçə olacaq? Bax 2 cm. Bax buradan 2 cm ümumi belə deyək də ümumi biz A demişik. Bura B demişik də. Əgər 2 cm buradan B-də B-yə baxaq birinci. Bax buradan bura B-dir. Onda buradan bura 2-si getdi. Bax buradan bura. Buradan bura 2-dirsə buradan da bura 2-dir. Buradan da bura 2-dir getdi. Ver bax buranı. Onda bu içəridəkinin tərəfi nə qədər qalır? İçəridəki qalır B çıx 4. 2, 2. Hər iki tərəfdən 2 cm çıxılır. Onda bax eynən bax burada. Ümumi A-dır çöldən. Bax buradan bura görürsünüz 2 verib. Deməli bax elə buradan da bura 2-dir. 2-si getdir. Bax buradan da bura 2 verib. Bax görürsünüz bax buranı 2 verib. Onda buradan da bura 2 olacaq da. Onda ümumi A-dırsa, 2, 2 çıxıldısa, onda uzunluq oldu A çıx 4. İndi bu içəridəkinin sahəsini 84 veribsə, içəridə yeni bir düzbucaqlıdır. Onda sahəsini tapmaq üçün təbii ki, uzunluğun eninə vurmaq lazımdır. Bu bərabərdir 84-ə. Biz bunu vurub açanda olur AB, çıxılsın 4A, çıxılsın 4B, mənfi 4, mənfi 4-ə dəyəndə müsbət 16 bərabərdir 84-ə. Buradan uşaqlar AB, bu mənfi 4-ü mötərici xaricində çıxarsam, yazaram burada A plus B. Bərabərdir 84-dən 16 çıxanda 14-dən 6, 8, 68. İndi burada A plus B-ni axı biz tapmışdıq. A plus B-ni 26 tapmışdıq. Bunun yerinə 26 qoysaq, AB çıxaq 4-ü 26-ya vuranda 4, 6, 24, hətta 104. Bərabər 68-ə. Buradan da AB-miz nəyə bərabər olur? 172-yə bərabər olur. Deməli, bizdən istəyirdi ki, ABCD çərçivəsinin sahəsi, yəni bunun sahəsini istəyirdi. 172 tapdıq. Amma uşaqlar, cavaba 172 yazmaq düz olmaz. Niyə? Çünki burada siz fikir verin, cəm 26-dır, hasil 172-dir. Cəmi 26 olan, hasili 172 olan elə ədədlər yoxdur. Elə ədədlər yoxdur. Çünki cəmin 26, hasil 172. Ən böyük sahə ilə lap belə götürsək, heç vaxt 169-dan yuxarı sahə çıxa bilməz cəmləri 26 olan ədədlərin. Çünki ədədlər bir-birinə yaxın olanda onların sahələri daha böyük olur. Məsələn, hansı ədədlərdir ki, cəmi 26 edir? Ən yaxın ədədləri sən götürərsən, onda 13 götürəndə belə sahə 169 olur. Yəni bunu keçə bilmir. Qaldı ki, sən həmən ədədləri başqa ədədlər götürəsən. Misal üçün deyirəm, 1-in 18 götürəsən, 1-in 8 götürəsən. Hasil heç vaxt 169-dan yuxarı çıxa bilməz. Ona görə cəmləri 26 olan ədədlərin hasili 172 verə bilməz bizə. Yəni bu mümkün deyil. Başqa cür belə də deyə bilərəm. Ədədi orta biz qaydamız var idi. Ədədi orta hər zaman həndəsi ortadan böyük bərabərdir.
Onda A plus B-im 26-dırsa, 26-nı 2-yə bölsəm 13 edər. 13 böyük olmalıdır. Bu 172. Sahə 172 tapmışam axı AB. 13-ün kvadratı 169 edir. 169 axı 172-dən böyük deyil. Mümkün deyil bu hal. Onda deyərsən mən bəs cavab necə olacaq? Çox güman ki, bu misal səhv düşüb, səhv verilib. Bunu şagirdlərə düz götürməlidirlər hamısı üçün. Hamı üçün. Siz cavabı belə hallarla rastlaşsaz, yazarsınız ki, belə bir çərçivədə sahəni tapmaq mümkün deyil. Yəni, belə yazmaq olar sözlə. Amma cavabı götürüb 172 vurmaq düz deyil. Yəni, əslində belə sual düşməməlidir şagirdlərə. İndi ola bilər səhvən düşüb, bu şagirdlər üçün düzgün götürülməlidir. Allah belə də düşsə, yenə də siz yazmalısınız sözlə ki, belə çərçivə mümkün deyil. 85-ci sualda ehtimalla üçbucağa aid bir sual. Deməli, iki tərəfi 5-7 olan, üçüncü tərəfi natural ədəd tutaq ki, üçbucağın tərəfləridir, 5-dir, 7-dir. Üçüncü tərəfin natural ədəd olan üçbucaqlar içərisində ardıcıl olaraq təsadüfən seçilmiş iki üçbucaqdan birincinin bərabər yanlı üçbucaq, ikincinin müxtəlif tərəfli üçbucaq olması əsasında ehtimalını tap. Deməli, üçbucaq bərabərsinə görə mən bura 1x desəm, biz deyirdik ki, bunların fərqlərinin modulu kiçik olur üçüncü tərəfdən. Bu da kiçik olur bunların cəmindən. Deməli, bu bizə nə verəcək? 2 kiçikdir x kiçikdir 12. Deməli, x ödəyən qiymətlər hansılardır? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu da maraqlı sualdır. Diqqətlə bu sualı dinləyin. Deməli, bax, x-i aldığı qiymətlər bunlardır. Bizə deyir ki, iki üçbucaqdan birincinin bərabər yanlı üçbucaq olması ehtimalı. Ehtimal bilirsiniz də, əlverişli halların sayın mümkün halların sayına bölürdük. Bərabər yanlı olması üçün 5 ola bilər. Ya da ki 7 ola bilər ki, 5 olanda bax bərabər yanlı, 7 də olanda yenə bərabər yanlı. Yəni mümkün əlverişli halların sayı 2 dənə olur. Mümkün halda ki, neçə dənə ədəd var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Aha. Sonra nə deyir? Bunu bu bərabər yanlı üçün yazdıq. Sonra ikincinin isə müxtəlif tərəfli üçbucaq olması. İkincisi üçün necə yazacağıq? Müxtəlif tərəfli olması. Müxtəlif tərəfli hansılardır? Yerdə qalanlar 1, 2, 3, 4, 5, 6, 7. Deməli, əlverişli halların sayı 7-dir. Mümkün halların sayın artıq 9 götürməyin. Niyə? Çünki artıq 9 dənədən bayaqları sən 1-in götürmüsən bərabər yanlı olması üçün. Ya 5 götürmüsən, ya da 7. Yəni 1-in götürmüsənsə 9-dan elementdən 8 dənə qalır. Adətən uşaqlar burada bunu səhv yazır, götürür 9 yazır. İndi burada ikincinin ehtimalı 8-də 7 olur və bizə deyir ki, hadisənin ehtimalını tap. Burada deməli, ehtimallar da vurulacaq bir-birinə, çünki ardıcı olaraq gördüyün iş bir dənə işdir. 9-da 2 vurulsun, 8-də 7. Nə vaxt toplanılırdı və ya deyəndə fikirlər fərqli olanda. 2 ilə 8 ixtisar gedəndə 4 olur, 9, 4-də 36, 7. 36, 7 olur cavab. Bu qədər uşaqlar, çox sağ olun, hər birinizə uğurlar arzu edirəm.